Həzrəti Musa Allahla münacata gedəndə kafir deyik yolunu kəsdi, dedi ki, Allahla göy danışmağa gedirsən, cəmaatı dolamısan. Allahla danışmağa gelirsən. Əgər o Allahın varsa denən ki, mən onu heç qəbul eləmirəm, inanmıram, heç onun nimətlərini də istəmirəm. Bugündən məni məhrum eləsin, görüm ki, var. Görüm var da, göstərsin var. Həzrəti Musa gedir Tur dağına münacat eləyir, utanır da ədəb eləyir. Qayıdır gedəndə Allah deyir, diyan, mənim peyğəmbərim, bəndəmin mənə sözü vardı, çatdır. Deyir, özüm şahidsən, mən o sözləri deməyə utanıram. Deyir, de görüm bəndən mənə nə dedi. Dedi ki, mən heç səni tanımıram, heç neymətləri istəmirəm, heç ümumiyyətlə Allahlığı qəbul eləmirəm, heç mənə neymətin də lazım deyil, hünərim var, kəsis neymətimi. Göstər ki, varsan. Allah nə cavab versə yaxşıdır? Cavab verir ki, mənim bəndəmə mənim salamımı çatdır. Denən ki, o bəndəlikdən əl çəksə də Allahlığımdan dönən deyiləm. Denən bəndəmi arxain elə ki, ona neymətlərimi yenə verəcəm. Neyməti kəsməklə mənə inanmaq lazım deyil. Mən neymətlərimi yağdırmaqda davam edəcəm. Həzrəti Musa gəlir, bu məğrur dayanıb yolun üstündə deyir, dedin Allah'a sözlərimi, deyir, bəli. Deyir, nə dedi? Kəsmir neymətlərin. Deyirdi ki, mənim Allahım əvvəla sənə salam göndərir. İkincisi deyir ki, mənim bəndəm bəndəliyindən əl çəksə də mən niyə Allahlığımdan əl çəkməliyəm? Neymətimi istəmir, istəməsin, verəcəm. O üz çevirir, mən üz çevirməyəcəm. Deyib, bunu danışa birdən Həzrəti Musa baxdı ona, deyir, gördü, diz çöküb ağlayır. Ağlaya-ağlaya göz yaşı içində deyir ki, Musa nə gözəl Allahım varmış. Mən niyə indiyəcən tanımamışam? Gördün, necə inandırdı özünə? Neymətini kəsməklə, yox. Neymətini artırmaqla. Dedi, mənə başa sal, necə inanım ona tez. Onsuz qala bilmərəm. Və iman gətirdi. Rəcəb ayının duasında bunu deyir. Deyir ki, ey tanımayana, ondan istəməyənə verəm.